Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabirabad sakini dəm qazının qurbanı olub. Xəbər verilir ki, hadisə şəhərin Hüseyin Cavid ilçəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Meyləkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik. Qaxın Güllü kənd ərazisində Elmar Mənsurov idarə etdiyi Mercedes markalı avtomobillə Qax rayonunun hərəkətdə olarkən yol keçən piyada 78 yaşlı Abdurrahman Əliyevi vurub. Xəbər verilir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin reklam qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, istintaq aparılır.